Əfsanələr heç vaxt unudulmur. Bura Ağdamın işğaldan azad edilmiş İsmailbəyli kəndidir. Bu yol İsmailbəyli kəndinə gedir. Bu yolla zamanında Azərbaycanın fəxri olan əfsanəvi gizir səyyah, hamımızın xanı dayı kimi tanıdığı şəhid doğulub boya başa çatıb. Bu torpaqlardan bir zamanlar ayaq yalın, baş açıq, həyata addım atan, iməhləyən, yeriyən böyük bir qəhrəman dünyaya gəlir. Həmin qəhrəman ki, bir zamanlar 1-ci Qarabağ Savaşında adı dillər dastanı idi. Dillərin əzbəri idi o insan. Daha sonra 44 günlük savaşda biz onun adını yeni nəsillərə, gənc nəsillərə tanıda bildik. O bir qəhrəman idi. Sanki ömrünü ona görə yaşamağa hazırlanmışdı ki, həm 1-ci Qarabağ Savaşında savaşsın, həm də 2-ci Qarabağ Savaşında savaşaraq vətən torpaqlarını işğaldan azad etsin. Və elə vətən torpaqlarında da sanki missiyası başa çatmış kimi ömrünü başa vursun. Vətən torpağı uğrunda canından keçsin, şəhid olsun. O torpağa ki, şəhid qanı ilə yoğrulmuş, bu gün azad edilmiş torpaqlarımızda onların ruhu dolaşır. Onlar bizə görə şəhid oldular. Övladlarımıza görə, Azərbaycanın gələcəyinə görə şəhid oldular ki, biz xoşbəxt olaq. Azərbaycan xoşbəxt və şad olsun. Onların da ruhu şad olsun deyə ömrümüzün sonuna qədər Azərbaycan durduqca dua edəcək və arzularımızı əsirgəməyəcəyik. Yaşasın Azərbaycan, yaşasın bütöv, azad, müstəqil və xoşbəxt Azərbaycan.